vaxtınız xeyir. Bugün orta əsr Azərbaycan ədəbiyyatı haqqında ilkləri öyrənəcəyik. Deməli, orta dövr Azərbaycan ədəbiyyatı 13-cü və 16-cı əsrlərdə yaranıb inkişaf etmişdir. Dövrün əsas ideyası nə idi? Cəmiyyəti saflaşdırmaq və insanı kamilləşdirmək idi. Bu dövrdə sufizm cəryanı əsas cəryan səviyyəsinə qalxmışdı və bu dövrdə ilklər hansıları idi? Anadilli lirik poeziya nümunəsi yaradıldı. İlk dəfə anadilli lirik şeir İzzəddin Həsənoğlunun Apardı könlümü bir Cənfəza Dilbər əsəri ilə gəlib çatmışdır. İlk dəfə lirik şeir İzzəddin Həsənoğlu gətiribdir. İlk dəfə anadilli epik poeziya. Epik poeziya o demək ki, epik şeir, epik poeziya və poema. Bunların hər biri eyni anlayışdır. Yəni buna poema da deyirik, buna epik şeir də deyirik. Hamısı eyni anlayışdır. Demək, ilk dəfə epik şeiri bizə gətirən kim oldu? Bunun müəllifi yox idi. Sadəcə biz burada onun adını görürük ki, Dastan Əhmədi Harami idi. Poeması. Anadilli bədii nəsrin əsası qoyulurdu. Füzulinin Şikayətnamə ana dilində, bədii nəsrin əsası Məhəmməd Füzulinin Şikayətnamə, allegorik poema yazıldı. Məhəmməd Füzulinin Söhbət ilə Əsmar burada əsasən cansız heyvanlar danışırdı insan kimi. Divan ədəbiyyatında ilk milli şeir janrı əlavə edildi. Qazı Bürhanəddin Tuyuq janrı, ilk dəfə Tuyuq janrı orta dövrdə gəldi. Divana heca vəzni şeirlər əlavə olundu. Şah İsmayıl Xətai ilə deməli heca vəzni gəldi. Ana dilində ilk divan yarandı İzzəddin Həsənoğlu ilə. Məsnəvi daxilində ilk dəfə lirik şeirdən istifadə Dastan Əhmədi Harami idi. Qəzəl aparıcı janrı idi bu dövrdə. Qədim dövrdə isə qəsidə aparıcı janrı idi. Gəlin bir də təkrar eləyək. Epik şeiri ilk dəfə gətirdi. Yəni poemanı Dastan Əhmədi Harami, amma müəllifi yox idi. İlk dəfə bədii nəsrin əsası qoyuldu Şikayətnamə əsəri ilə. Allegorik poema Məhəmməd Füzulinin Söhbət ilə Əsmar əsəri ilə. İlk dəfə hansı janr gəldi? Tuyuq janrı gəldi. Heca vəzni kim gətirdi? Şah İsmayıl Xətai. İlk divanı yaradan kim oldu? İzzəddin Həsənoğlu. Aparıcı janr hansı oldu? Qəzəl janrı idi. Və ana dilində epik poeziya Dastan Əhmədi Harami bunu dedi, bir də İzzəddin Həsənoğlu. Bunlar yadda saxlasanız kifayət edəcəkdir. İzzəddin Həsənoğludan bizə gəlib çatan əsas qeyd elədiyim yerləri bilsəniz kifayət edəcəkdir. 4 qəzəli vardı ki, 3-ü ana dilində idi, biri farsça dilində idi. Apardı könlümü isə ana dilində yazılmış qəzəl idi. Qutardı getdi. Şeyx Səviyyəddin Ərdəbili də divan müəllifi idi. İlk ana dilli divan müəlliflərindən biri olubdur. Daha sonra Zülfiqar Şirvani isə poliglot şairi idi, yəni çox dil bilirdi. Onun da divanı farsça gəlib çatmışdı bizə, farsça yazmışdı. 13-cü əsrdə epik şeir, yəni poemalar 2 dənə idi. Qul Əlinin Qıssə-i Yusifi ilə Dastan Əhmədi Harami poeması. Bunları birləşdirən cəhət hər ikisində xeyirlə şərin mübarizəsi, hər iki əsər janrına görə poema idi, məsnəvi şəklində idi, İslam motivlər ön planda idi. Dastan Əhmədi Harami 6 məclisdən ibarətdir. Müəllifi məlum deyildi. Qəhrəmanlıq mövzusunda yazılmışdı. Xeyrin şər üzərində qələbəsi əsas idi. Mənfi obraz kimi Əhmədi Harami idi. Oğru və qulduru idi. Şəri və pisliyi təmsil edirdi. Gülandan burada müsbət obraz idi. Əhmədi Haramiyə qarşı qoyulan obraz idi. Bağdad Sultanının qızı xeyrin, haqq ədalətin təmsilçisi idi. Əsərin baş qəhrəmanı ölüm-diri mübarizəsi sonda Gülandamın Əhməd Həramini öldürməsi xeyrin şər üzərinə qələbəsi ilə yekunlaşır. Əhməd Həramini şairin özü zalım, şərəfsiz adlandırır. İnsanlar onun ölümünə sevinməsini təsvir edirdi. Yəni şairin özü onu şərəfsiz və zalım adlandırırdı. 14-cü əsrdə orta dövrə aid idi. Bu dövrdə yazılan epik şeir, yəni poemalar Yusif və Züleyxa idi ki, bunu eyni adlı poemanı müxtəlif şəxslər yazıbdı. Suli Fəqiqlə Mustafa Zərir. Bunların hər ikisi Quran motivləri əsasında və ana dilində yazılmışdı. Məsnəvi formasında olur. Poema idi, janr olaraqsa poema idi. Daha sonra bu dövrdə Nizami Gəncəvinin davamçıları var idi. Marağalı Əhvədi, Arif Ərdəbilli və Əsrar Təbrizi. Marağalı Əhvədinin Cami-Cəm, Dəhnamə, Fərhadnamə, Mehir və Müştəri əsərləri idi ki, bunların hər birini əzbərləsəniz yaxşı olar. Əsrar Təbrizi, Mehir, Müştəri. Bunu mənim şagirdlərim belə yadda saxlayır ki, Təbrizdə həmişə müştəri olur, ticarət şəhəridir. Ariflə Fərhad qardaşdılar. Marağada da cam qırıldı. Cam qırıldı, oradan məktublar çıxdı, Dəhnamə. Belə bir kodla yadda saxlayırlar. Qazı Bürhanəddin də 14-cü əsrdə yaşayıb yaradıbdır. Deməli, o divan müəllifidir. İlk dəfə Tuyuğu bizim ədəbiyyatımıza gətiribdir. Tuyuq isə türk şeiridir.
Daha sonra Qazi Bürhanəddin dünya poeziyasında ümumiyyətlə tanınan sənətkarlarımızdan biridir. Bu dövrdə anadilli poeziyamız Cahanşah Həqiqi, Nematullah Kişvəri, Həbibi də bu dövrdə yaşayıb yaratmış sənətkarlardan biri olmuşdu. Daha sonra biz burada öyrənək Həbibi haqqında. Həbibi ana dilində yazıbdı, qəzəl, qəsidə, müsəddəs yazıbdı. Daha sonra insana zidd olan hər şeyi Həbibi rədd edibdi. Füzuli Həbibinin yaradıcılığını yüksək qiymətləndirilibdi və Füzuli Həbibiyə təxmis yazmışdı. Deməli, Füzuli Həbibiyə təxmis yazmış. Eybuti, Nazik bədən. Təbii ki də bunlar düşmür, heç öyrənməsəz də yaxşı olar. Dirili Qurbani bəs kim idi? Dirili Qurbani özünü haqq aşığı adlandırmışdı. Daha sonra Şeyh İsmail Xətainin özünə mürşid saymışdı. Bənövşə qoşması var idi. Deməli, bunların hər biri 15-ci əsrdə yaşayıb, yazıb yaratmış sənətkarları idilər. Şeyh İsmail Xətaiyə müraciətlə yazılı qoşmada dərd əlindən fəryada gəldiyini söyləmişdi. Qurbani insanı mərd, düşünüb danışan kimi qiymətləndirmişdi. Qədim dövrdə əsas janr qəsidə idi, epik növ yarandı, poema yarandı, məsnəvidən istifadə qədim dövrü idi. Orta dövrdə isə əsas janr qəzəl idi. Bu təbii ki, qədim dövrdə də var idi qəzəl. Anadilli poema bu dövrdə yaranmışdı. Yəni orta dövr. Heca və əruz vəzni hecanı Şeyh İsmail Xətai gətirmişdi. Qoşma janrı yaradıldı. Dirili Qurbani dediyi, bax indicə adını çəkdiyi Bənövşə qoşmasını yaratmışdı. Daha sonra Nizami ənənələrini davam etdirirdi. Marağalı Əfvədil, Əsrar Təbrizi, Arif Ərdəbilli, bax bunlardır. Anadilli divan yazıldı. Bu da İzzəddin Həsənoğlu idi. Amma bunların hər ikisində saray ədəbiyyatı hələ də qalmaqda idi. Ana dilində və fars dilində əsərlər yazılırdı. Təbiət mövzusu zaten bütün dövrlərdə aparıcı idi. Xeyrin şər üzərinə qələbəsi, farsça poema yazılırdı, yenə də davam edirdi. Amma bu dövrdə Tövfət-i Raqeyn poeması idi qədim dövrdə, amma orta dövrdə isə Dastan Əhmədi Harami poeması idi ki, biri farsça, biri ana dilində. Farsça divan yaradılırdı yenə də. Burada məsələn Zülfiqar Şirvani idi, orta dövrdə yaşayıb yaratmışdı. O biri dövrdə isə kim idi? Qətran Təbrizin adını deyə bilərik. Sağ olun, salamat qalın.